Azərbaycan ordusu sadəcə güc deyil, həm də mərifətdir. Hər bir əsgər, zabit həm döyüşür, həm də Azərbaycan ordusunun dəyərlərini yaşadır. O, silahla yanaşı əxlaq da daşıyır. Vətənin keşikçisi olmaq, nəfəsinlə bayrağı qorumaq deməkdir. Zabit nəinki düşməni, həm də qorxunu məğlub edir. O, hər gecə səngərdə sabahı qoruyur. Hər gecə səngərdə vətənin keşiyini çəkir. Vətən uğrunda şəhadətə ucalan igidlərimizdən biri də şəhid baş leytenant Zeynalov İlqar Natiqoğludur. İlqar 1989-cu il avqust ayının 26-sında Cəlilabad rayonu Zopun kəndində anadan olmuşdur. Vətənpərvər ailədə böyüyən İlqar, uşaqlığından düşmənin torpaqlarımızı işğal etdiyini, işğal olunmuş torpaqlara görə milyonlarla insanın yurt yuvasından didərgin düşdüyünü eşitmiş və uşaqlığından düşmənə qarşı nifrətlə yaşayırdı. Təhsilinə Cəlilabad rayonu Zopun kənd tam orta məktəbində başlayan İlqar, burada da müəllimlərindən şanlı tariximizi öyrənir, müəllimlərinə biz Qarabağa nə vaxt qaydacağıq deyə suallar verərmiş. Dünya görüşü artdıqca özlüyündə zabit olacağı qərarını verən İlqar, arzusunu reallaşdırmaq üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan İlqar, burada hərb sənətinin incəliklərini öyrənir, şərəfli zabit həyatına addımlarını atırdı. Təhsilini bitirdikdən sonra leytenant rütbəsi alan İlqar, ordu sıralarına qatılır və xidmətinə başlayır. Yüksək peşəkarlığına görə ona mübariz postunda xidmət tapşırılır. İkinci Qarabağ müharibəsinin ilk günlərindən silaha sarılan İlqar, illərdir qəlbində yanan intiqam ateşini nəhayət sərbəst buraxır. Qorxmadan düşmənin üzərinə gedir, düşmənin canlı qüvvəsini məhv edirdi. Qəhrəman baş leytenantımız sentyabrın 29-da Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhadətə ucalır. Ölümündən sonra Suqovuşanın azad olunmasına görə, vətən uğrunda, Laçının azad olunmasına görə medalları və 3-cü dərəcəli rəşadət ordeni ilə təltif edilir. Şəhid baş leytenant Zeynalov İlqar Natiqoğlu Cəlilabad rayonu Zopun kənd qəbirstanlığında torpağa tapşırılır.